Kur'an Surə Yasin Ayə 70 Liyunzira mən kənə həyyən və yəhiqqəl qavlu aləl kəfirinə. Mən Qur'anı diri olanlara xəbərdar və kafirlərə cəza haqq olsun deyə göndərdim. Ayətin təfsir anlayışı. Hər kəs bu dünyada öz Qur'anını özü oxuyacaq. Kimsə oxuyub kimsəyə göndərə bilməz. Hər kəsin öz əmələ özünə çatar, başqasına çatmaz. Mən bu kitabı sizə diri olaraq öğüt nəsihət alın, problemlərinizi həll etmək üçün göndərdim. Bu Qur'anın yolu ilə xoşbəxtliyinizə çatasınız. Dünya və axirətdə təəssüflər olsun ki, misyonerlər Allahın kitabını ölülər kitabına çevirdilər. Yanlış kitablardan yanlış məlumatlar verib insanları Allahın haqq olan dinindən uzaqlaşdırdılar. Fatih surəsi ayə 22. Allah Teala bizlərə xəbərdar edir. Siz qəbirdəkilərə Qur'anı eşitdirə bilmərsiniz.